Salam uşaqlar. Bugün 1-ci və 4-cü qrupun 2024-cü ildə keçirilmiş 1-ci şans imtahanı suallarına baxırıq. Deməli, başlayaq 1-ci sualdan. Bizə istəyir ki, izobar sıxılma. Bu zaman qazın işi hansı ifadə ilə təyin olunur? Ümumiyyətlə, işin düsturu iş A-nın işarə olunur. İşin düsturu P, delta V şəklindədir. Bizə deyir ki, izobar sıxılma. İzobarda yazırsınız, P'miz nədir? Konstantdır. Sıxılmada da V azalmalıdır. P'nin sabit qalır, V'nin azaldığı 3-dən 4-ə gələn ifadəmizdir. Baxaq, 3-dən 4-ə gələndə P'miz P0 qədərdir. V'miz nə qədərdir? V0 çıxılsın 3 dənə V0. Onda cavabımız olacaq -2 P0 vurulsun V0. Həmişə diqqətli olun. Ümumiyyətlə, sıxılma deyirsə, onsuz da orada bilməliydiniz ki, mənfi olmalıdır. Çünki qaz sıxılırsa, həcmi azalır deməkdir. Həcmi azalırsa, deməli, o mənfi iş görmüş olacaq. Həcmi artsa, müsbət iş görəcək. Və yaxud da əgər oradan tutmasanız belə, sondan biz həmişə başlanğıcı çıxırıq. V0-dan çıxırsan 3-dən V0, qalır -2 V0. Bu suallarda nəyə baxırıq uşaqlar? Diqqətli olaq. Deməli, maqnit induksiya vektorları nəyə bərabərdir? Bir də onu yadda saxlayın ki, maqnit induksiya vektorları eyni istiqamətdə yönələndə, eyni qüvvələr kimi, baxın, intensivlikdə də eyni istiqamətdə yönələndə toplanırdı, qüvvələrdə də, maqnit induksiya vektorunda da eyni şəkildə, eyni istiqamətdə yönələndə toplanır. Məsələn, eyni istiqamət deyəndə, məsələn, ikisi sağa da yönələ bilər, ikisi sola da yönələ bilər, yuxarı, aşağı, plus da ki, maqnitdə necə bir şey var? Şəkildən bizə doğru, bir də bizdən şəkilə doğru anlayışlarımız var. Yaxşı, baxaq, görək burada necə yönəlib. Baxın, uşaqlar, birinci naqil yuxarı doğru hərəkət edir. Biz deyirik ki, birincinin ətrafında yaranan sahəyə baxaq. Biz deyirik, həmişə sağ tərəf x olur, sol tərəf isə nöqtə olur. Bunu qeyd elədik. Deməli, sol tərəfimiz ümumilikdə nöqtədir. Bizə sol tərəf əsas lazımdır, çünki M nöqtəsi soldadır. Baxın, bunu belə bu şəkildə göstərdim. Sağımızda x idi. Daha sonra keçirsiniz ikinciyə baxmağa. İkinci də bu istiqamətdə hərəkət edir. Deməli, bunun yenə sağı, yəni yuxarı tərəf bütövlükdə x olacaq. Aşağı tərəfi nə olacaq? Nöqtə olacaq. Çünki mavi bu istiqamətdə gedir, onun yuxarı hissəsi sağıdır, aşağı isə soldur. Uşaqlar, fikir verin. Bu küncə baxsaq, burada x-dir. Əgər M nöqtəsi burada olsaydı, onda biz deyəcəkdik ki, yekun nəticəmiz nəyə bərabərdir? 2B-yə bərabərdir. Lakin bizə M nöqtəsini burada verməyib. Bizə M nöqtəsini fikir verin, burada verib. Baxın, burada maqnit induksiya vektoruna baxın. Əvvəlcə nöqtə idi, daha doğrusu əvvəlcə x idi, sonra nöqtə oldu. Yox, birinci nöqtə idi, sonra fərq yoxdur. Yəni, hansı birinci idi? Əsas odur ki, fərqlidir. Biri şəkildən bizə doğru gəlir, biri isə bizdən şəkilə doğru gelir. Bunlar fərqli olduğu, yəni əks istiqamətdə olduğu üçün çıxılacaq və cavabımız 0. M nöqtəsi yenə deyirəm, burada və yaxud da burada olsaydı, bunların hər ikisində toplanacaqdı, 2B eləyəcəkdi. Amma istər burada olsun, istər buradakında olsun, yəni ikinci, istər rübdə 2, istər dördüncü rübdə olsun, bunların hər birində x və nöqtədir. Yəni əks istiqamətdə yönəlmə olduğuna görə induksiya vektorumuz 0-a bərabər olur. İnduktivlik, uşaqlar, belə suallarda, nə bilim, bu sualları itirmək olmaz, uşaqlar. İnduktivlik, baxın, fikir verin, amper var, kiloqram metr kvadrat. Ümumiyyətlə, siz kiloqram metr kvadrat bölünsün saniyə kvadratlı və yaxud da saniyəli bir şeylər görəndə bilin ki, orada ya Newton var, ya da Joule var. Enerji düsturunu yazaq da, L kvadrat bölünsün 2. Yazdıq. Buradan eli tapanda rahat formada 2 dənə W bölünsün I kvadratı yazarsınız. W enerjinin düsturudur. Joule bölünsün amperin kvadratı. Joule'un yerinə yazırsınız. Newton vurulsun metr. Aşağıda amper kvadrat. Newton'u açırıq. Kilogram vurulsun metr idi. Burada da bir dənə metr oldu kvadratı. Bölünsün saniyə kvadrat vurulsun amperin kvadratı. Bu da bizim hansı variantımız olacaq? A variantımız olmuş olacaq. Yəni, induktivliyin bir neçə düsturu var. Bir neçə düsturdan bura gələ bilərsiniz. Amma ən asandır, ən sadəsi budur. Niyə belə düşünməlisiniz siz? Çünki kiloqram metr bölünsün saniyə kvadrat var burada ifadələrdə. Deməli, ya Joule var orada, ya da Newton. Gəlir 34-cü suala. Yenə də deyirəm,
Bizim iki qutumuz var idi. V, P, Y. Bunu VPN kimi yadda saxlaya bilərsiniz də. A, X, F və Y potensial. Uşaqlar fikir verin. Deyir ki, in plus 0'dır. Yəni bu qutudakı 0'dır. Onda maksimum olanlar hansıdır? Bax bu qutudakıdır. Nə var ki, bunu imtahanda bircə saniyə vaxt ayırıb bunu bir dənə çəksəz, altında bu veriləni 0 yazıb, digərinə maksimal yazsınız, siz birbaşa cavabı tapırsınız. Sizdən deyir ki, qiymət maksimum olur. Maksimum olan nədir? A-dır, X-dır, F-dir, Y potensialdır. Təcillə potensial enerji 2 və 3 qutardı getdi. Bir dənə bu iki qutunu çəkmək lazım idi. Yəni şifahi tapmayın belə sualları. Çünki insan çaşa bilər. 35-ci sual. 35-ci sualda uşaqlar fikir verin, nəyi kəsirsə o sabitdir. Bu 1. İkincisi, təbii ki, 1-dən 2-yə doğru gedər. Yəni T artır. V konstantdır. Yazın da belə yazın bunu. Vərəqləri boş görürəm. V konstantdır. T isə burada artır. V'miz konstant olsun, T'miz artsın. Baxaq. Bizə nə verir? Deyir ki, izoxor prosesdir. V'mizin konstant olmadıqlarını ataq əvvəlcə. A'da V konstant deyil, C'də də V konstant deyil, Y'də də deyil. Qaldı B və D variantları. Uşaqlar, V konstant olanda yadımıza düşür ki, P ilə T düz asılı idi. Sadəcə T konstant olanda tərs asılılıq var idi. Düz asılıdırsa, burada temperatur artırsa, deməli P'miz də neynəməlidir? Artmalıdır. Ona görə də B yox, D variantını seçirsiniz. Gəldik bu suala. Doyan buxarda. Doyan buxarda şef kimdir? Bizim temperaturumuzdur. Temperatur sabit qalıbsa kimlər sabit qalacaq? P, Rho, N sabit qalacaq. Kütlə istəyirsə, kütlənin düsturu nədir? Rho, V'dir. Bu belə. Baxırıq, dedim P, Rho, N nədir? Konstantdır. Rho'muz konstantdır. V neyini burada? Artıb, V artıbsa kütləmiz də artmış olacaq. T sabit qalsın, kütlə artsın. A variantı. 37-ci sual. Uşaqlar, lampanın parlaqlığı cəryan şiddətindən asılıdır. Cəryan şiddəti nə qədər çox olsa lampa o qədər parlaq olacaq. Nə qədər az olsa o qədər parlaqlığı az olacaq. Daha sonra biz nəyə baxırıq? Uşaqlar, cəryan şiddətini biz dövrədə əgər tənzimləmək istəyiriksə, çoxunuz qarışdırırsınız A variantına. Deməli, bu bizim rezistorumuzdur. Rezistor sadəcə orada müqavimətin olması deməkdir. Yəni, müqavimətin olması, orada cəryan şiddətini artırıb azaltmır axı tam olaraq. Cəryan şiddətini dəyişmək üçün, müqavimət orada olanda, tutaq ki, düzdür, fikirləşə bilərsiniz ki, müqavimət varsa, cəryan şiddəti azalacaq. Uşaqlar, axı deyir ki, artırıb azaltmaq. Müqaviməti sadəcə qoşdum bura. O bir cür olacaq. Müqavimət burada nə qədərsə, cəryan o qədər azaldı, qutardı. Bu isə sənə deyir ki, parlaqlığı tənzimləmək, yəni həm azaltmaq olsun, həm artırmaq. Həmişə yadda saxlayın. Bax, reostat parlaqlığı artırıb azaldır. Necə? Məsələn, cərəyan gəlir buradan bu şəkildə, bu istiqamətdə gedirdi. Əgər mən bu reostatın sürgüsünü sola çəksəm, uzunluğumuz artdı. Biz demişdik, uzunluq artıbsa, müqavimət də artır. Müqavimət artırsa, cərəyan şiddəti azalmış olacaq. Amma burada isə müqavimət konstantdır. Sən burada müqaviməti dəyişməsənsə, cərəyan şiddətini necə dəyişə bilərsən? Bu belə. Gəldi 38-ci suala. Deyir ki, H bərabərdə F hündürlüyündə 160'dır. Gəlin birinci bu hündürlükdə yazaq. F bərabərdir, J vurulsun, M1, M2, F plus H-ın kvadratı. F plus H-ın kvadratı yazacağım. H-ın yerinə F yazsam, 2F kvadratı eləyir 4F kvadrat. Deməli, bu formada yazanda deyir ki, təsir edən qüvvə 160'a bərabər idi. İndi deyir, yer səthindən bu qədər məsafədə olanda necə olur? Uşaqlar, yenə F plus H-ın kvadratı yazacaq. Amma H-ın yerinə 3F qoyuruq. Onda 16 dənə F kvadrat olur. F2-ni tapanda biz yazırıq J, M1, M2 bölünsün 16 dənə F-in kvadratı. Uşaqlar, J, M1, M2 bölünsün F kvadrat əgər 4'ə bölsəm 160 eləyirsə, 16'ya böləndə neçə eləyəcək? 4 dəfə kiçikdir də bu ondan. Onda 160'ı neynəməliyəm mən? 4'ə bölməliyəm. Bu da eləyəcək 40 Newton. Ya da əgər bunu belə başa düşmürsə, buradan yazın. J, M1, M2 bölünsün F kvadratı tapanda olur 4 vurulsun 160.
Bu belə. Gətirib onda j m1 m2 bölünsün f kvadratın yerinə nə yazaram? 4 vurulsun 160 yazaram. Aşağıda da bir 16'mız var. 16 ilə 4 ixtisar gedir 4 dəfə, qaldı 40. Gəldik 39-cu suala. Çoxlarının səhv elədiyi sual. Ən çox səhv olunan suallardan biri. Amma inandırım sizi, bu sual heç çətin sual deyildi. Baxın, deyir ki, cisim üfüqi səth üzərində. Belə suallarda mütləq şəkildə şərti düzgün oxuyun. Üfüqi səth üzərində 20 Newton qüvvənin təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edirdi. Əgər burada dartı qüvvəsi 20 Newtondur, bu düzxətli bərabər sürətlə hərəkət edirsə, deməli bunun dartı qüvvəsi sürtünməyə bərabərdir. Yəni sürtünmə qüvvəmizin qiyməti neçəymiş sən demə? 20 Newton imiş. Baxın, buradan bunu almış olduq. Gəldik, hansı qüvvənin təsiri ilə 2 metr bölünsün saniyə kvadrat tərzinə yeyinləşən hərəkət eləyəcək. Əgər yeyinləşən hərəkətdən söhbət gedirsə, biz demişik, yeyinləşən hərəkətdə dartıdan çıxırıq sürtünməni bərabər olur MA-ya. İndi bizə burada dartı qüvvəsini istəyir. Deyir, hansı qüvvə? Onda yazarıq MA plus F sürtünmə. MA-mız neçə eləyəcək? 5 vurulsun 2, 10. Sürtünmə qüvvəsini bayaq tapmışdıq 20. Cavabımız elədir 30 Newton. Baxın, bu qədər sadə. 40-cı sual. Deməli, 40-cı suala baxsaq, harmonik rəqs edən 200 qram kütləli cismin sürəti bu qədər olarsa, cismə təsir edən qüvvənin maksimal qiymətini. Qüvvənin maksimal qiymətini istəyirsə, yazırıq MA maksimal. O da bərabərdir. M vurulsun, A-nın yerinə nə yazaram? Omega vurulsun V maksimal yazaram. O da bərabərdir. Kütlənin yerinə 0,2 yazaram. Omegamız burada 5 pi'dir. Yəni 5 vurulsun 3'dür. V maksimalımız yenə də 3'dür. 0,2'ni 5'e vururam 1 eləyir. 3 üçün 9, cavabımız 9 Newton. Daha sonra baxırıq 41-ci suala. Elektron intensivli xətləri istiqamətində 20 volt potensiallar fərqi keçdikdə onun kinetik enerjisi neçəyə bərabər olur? Ümumiyyətlə uşaqlar, baxın, işin bizim düsturumuz var idi ki, Q U şəklində idi. O da bərabərdir. Q vurulsun F1 minus F2. Bu belə. Biz burada Q-nun yerinə elektrondan söhbət gedirsə, elektron yaza bilərik. Deməli, baxırıq. Kinetik enerji necə dəyişəcək? Kinetik enerjinin dəyişimi də onsuz da burada görülən işə bərabərdir. Elektrondur. Elektron intensivli xətləri istiqamətdə hərəkət edir. Uşaqlar, baxın, heç bu düstur yazmadan belə fikir verin. İntensivli xətləri müsbətdən başlayır, mənfiyə doğru gedir. Uşaqlar, mənfiyə doğru gedirsə, yeyinləşər yoxsa yavaşlayar? Təbii ki, yavaşlayacaq. Yavaşlayan hərəkətdə biz demişdik kinetik enerjimiz nə olurdu? Kinetik enerjimiz artırdı, potensial azalırdı. Daha doğrusu yavaşlayan hərəkətdə kinetik enerjimiz azalırdı, potensialımız artırdı. İşimiz nə olurdu? Kiçik olurdu, sıfırdan. Baxın, onda bu qədər potensiallar fərqini keçən sonra kinetik enerjisi nə qədər dəyişəcək? Kinetik enerji deməli 20 elektron volt elə özü qədər nə eləmiş olacaq? Biz dedik ki, azalacaq. Yaxşı, bəs nə zaman 40 olardı? Əgər helium desəydi bizə, o 2-4 olduğu üçün, helium 2-4, deməli onun yükü 2 olduğuna görə biz orada nə götürəcəkdik? Artıq 40 elektron volt götürəcəkdik. Bizdə məftilin əmkəsinin sahəsini hesabla deyir. F var, bu var, bu var. Sigma bərabərdir, F bölünsün S. Birinci, bax, məftildən danışırsa, yəni bərk cismin deməli, bərk cisimlərdən söhbət gedir. Onda F-i tapanda burada olur sigma vurulsun S. Bizə Y verib, epsilon verib. Onda sigmanın yerinə Y vurulsun S yazarım. Bizdən sahəni istəyir. Sahə bərabərdir. F bölünsün. F 240'dır. 240 bölünsün. Y'miz 2 vurulsun. 10 üstü 11. O da vurulsun. Epsilonumuz isə 3 vurulsun. 10 üstü mənfi 4 şəklindədir. 2 üçün 6. Burada 4 qalacaq. Deməli,
Yuxarıda bir dənə 4-ümüz qaldı. Bu belə, daha doğrusu 40 qalıb. Daha sonra baxırıq. 10 üstü 11 ilə 10 üstü 4-ə baxsaq, burada qalır 10 üstü 7. Aha, buradan bir dənəsi gedir. Qaldı aşağıda 10 üstü 6. Yəni 4 vurulsun 10 üstü -6. 10 üstü -6 da o deməkdir ki, millimetr kvadrat. Milli 10 üstü -3 deməkdir. Onun kvadratı neçə olacaq? 10 üstü -6 olacaq. Bu da 4 millimetr kvadrat deməkdir. Elektromaqnit dalğası vakuumda yayılır. Dalğanın yayılma istiqaməti ilə elektrik sahəsinin intensivlik vektoru arasındakı bucaq həmişə 90 dərəcəyə bərabər olur. Və Y-dən B-yə doğru həmişə istiqaməti fırladırdıq ki, biz Y-dən B-yə doğru gələndə orada sürətin istiqamətini almış oluruq. Məsələn, sağ əlimizə gəl bu şəkildə tutsaq, 4 barmağımız bu şəkildə olsa, onda baş barmağımız şəkil müstəvisindən bizə doğru yönəlmiş olacaq. 44-cü sual. Təcil. Uşaqlar, bura düz xətli bərabər sürətli hərəkətdir. Təcil 0-dır. Deməli, təcilin 0 olmadığı ifadələri sildik. Daha sonra baxırsınız, T oxunu qaldırın, qoyun burada. Baxın belə. 2 verin, birincinin bucağı üçüncünün bucağından daha böyüdür. Ona görə biz deyirik ki, A1-in təcili A3-dən böyüdür, 2 isə 0-a bərabərdir. Ən asan sualımız buydu. B nöqtəsində suyun hidrostatik təzyiqi. Uşaqlar, B nöqtəsində əvvəlcə, bax buraya qədər, su dolana qədər B nöqtəsinin təzyiq sürətlə artırdı. Çünki enkəsinin sahəsi S qədər idi. Daha sonra su başladı buradan artıq bu tərəfə axmağa. Baxın, bura dolana qədər, bu qırmızı hissə dolana qədər B nöqtəsinin heç bir hündürlüyündə dəyişiklik baş vermir. Qırmızı hissə dolana qədər dəyişiklik baş vermir. Əvvəlcə artırdı, sonra heç bir dəyişiklik olmadı. Daha sonra bu qırmızı da gəlib bu qaranın səviyyəsinə çatana sonra ikisi bir yerdə başlayır dolmağa. İkisi bir yerdə dolanda isə sahəmiz olur 2S. Onda təbii ki, S olan sahəni doldurmaq daha tez olar, nəinki 2S olan sahəni bu boyda qabı doldurmaq. Ona görə birinci halda deyirik daha sürətlə artırdı. İkinci halda isə daha yavaş, daha zəif artmış olacaq. Bu da təbii ki, A variantına uyğun gəlir. Əvvəlcə daha hündürdür, görsünüz, daha dikdir, sürətlidir, sonra sabit asılıdır, sonra isə az artır. Bax, burada isə fikir verin, üçüncü daha yüksək artıb. Sonra baxırıq. Hansı maddənin üzərində enerjisi 3,2 olan fotonlar düşdükdə fotoeffekt baş verir? Fotoeffektin baş verməsi üçün biz deyirdik ki, enerjimiz böyük bərabər olmalıydı A çıxışdan. Deməli, bunların çıxış işləri verilib burada. Bizim enerjimiz nə qədərdir? Pulumuz. Pulum mənim 3,2 manatdır. Onda bu əşyanın qiyməti nə qədər olmalıdır? Mənim pulumdan gərək az olsun ki, mən həmin əşyanı ala bilim də. Uşaqlar, deməli, seziumdan kaliumu ala bilərəm. Amma platinlə sinki almaq üçün kreditə girməliyəm. Bunlar mənə lazım deyil. Bax, bunları silirəm. Deməli, cavabımız oldu A variantı. 47-ci sual. Düz xətli bərabər sürətli hərəkətdir. Təcil 0-dır. Təcil 0 olduğu yerdə qüvvəmiz də 0-dır. Bunlar getdi. Daha sonra sürətin qolu yuxarı gedir. Sürətin qolu yuxarı gedirsə, B-miz də, təcilimiz də yuxarıda olmalıdır. Gəldik bu suala. Baxırıq. Deməli, biz yaza bilərik ki, W-nin yerinə Q, U bölünsün 2 yazaram. Yuxarıda K-mız var, aşağıda U-muz. Bu belə. U-lar ixtisar getsə, qalacaq yuxarıda KQ. KQ nəyin düsturudur? Deməli, ayrılan, elektroid üzərində ayrılan maddənin kütləsidir. M bərabər idi KQ-yə. Daha sonra 49-cu sual. Elektrik sahəsində meyl edir. Uşaqlar, elektrik sahəsində meyl edə bilmək üçün, bax, meyl etmək nə deməkdir? Fikir verin, elektrik sahəsidir bu. Yadınızdadır ki, mən deyirdim ki, məsələn, elektrik sahəsi necə olurdu? Müsbətdən başlayırdı, mənfiyə doğru gedirdi.
Biz deyirdik ki, əgər burada neytron olsa, neytron dümdüz gedəcək. Çünki hara meyl eləyəcək? Bunun yükü yoxdur, bir şey deyil. Və yaxud da gəlin belə eləyək. Başa düşmək üçün belə bir şey yazaq. Baxın. Yuxarı hissəni müsbət eləyək. Aşağı hissəmiz olsun mənfi. Yenə də neytron olsa, dümdüz buradan keçib gedəcək. Onun üçün heç bir fərqi yoxdur. Amma əgər burada mən mənfi yüklü deməli, mənfi yük gətirsəm, bu nə edəcək? Yuxarı doğru cəzb olunacaq, meyl eləyəcək, yuxarı doğru düz getməyəcək. Amma müsbət gətirsəm, o nə edəcək? Müsbət olsaydı, artıq aşağı doğru meyl eləmiş olacaqdı. Yəni ki, nə nəticə çıxartdıq? Yüksüz olanda meyl eləmirdi. Düz xətli bərabər sürətlə hərəkət edirdi. Hətta bu maqnit sahəsində də belə idi. Biz deyirdik ki, yüklü zərrəciklərə nə təsir eləyirdi? Lorentz qüvvəsi təsir eləyirdi və onlar çevrə üzrə hərəkət edirdilər. Lorentz qüvvəsi çevrənin mərkəzinə doğru yönəlirdi, sürətdə, toxunan istiqamətdə. Bax, burada da eyni şəkildə. Deməli, elektrik sahəsində meyl etməsi üçün onun yükü olmalıdır. Biz də deyirik ki, yükün düsturu nədir? Daha doğrusu yük hansında var? Alfa şüalarda yük var. Çünki alfa şüası helium 2-4 ibarətdir. Gammanı bilirsiniz onsuz da yüksüz idi. İnfraqırmızıda, ultraviyoleti, rentgende bunlar hamısı yüksüzdür. Yalnızca və yalnızca yükə malik olan alfa şüalanmadır. Rheostatın sürgüsünü sola sürüşdürürük. Əvvəlcə baxaq cərəyan hardan gəlir. Müsbətdən gəlirdi, bu istiqamətdə gedirdi belə. Uşaqlar, sürgünü sola sürüşdürdüm. Fikir verin. Onda cəryanım gələcək. Məsələn, sola sürüşdürdüm. Bu qədər hissədən keçəcək. Uzunluğum azaldı. Onda müqavimətim azalır. Cəryan şiddətim avtomatik olaraq artmış olur. Fi'nin düsturu. Fi bərabərdir fil düsturu. Yəni Li. W'nin maqnitin düsturu da Li kvadrat bölünsün 2 şəklindədir. Səliqəsiz yazdım. İkisi də i'dən düz asılı olduğu üçün ikisində də artım müşahidə olunacaq. 51-ci sualda şarquli istiqamətdə yuxarı atılmış. Baxın, önəmlisi budur. Yuxarı atılmış mərmi ən yüksək nöqtədə partlayır, 2 qəlpəyə ayrılır. Qəlpələrdən biri hara gedir? Bir istiqamətində gedir. Getdi, burada partladı, biri bir istiqamətdə getdi. Sonra biz demişik ki, P son bərabər olmalıdır P əvvələ. Sonra bunlar bir-birinə bərabər olması üçün deməli bunlar bir-birini tarazlaşdırmalıdır. Əgər qəlpə yuxarı gedibsə, onun digəri mütləq şəkildə aşağı doğru getməlidir. Daha sonra baxırıq 52-ci suala. Üfüqi dielektrik müstəvidə. Dielektrik müstəvi o deməkdir ki, yəni bu müstəvinin özünün yükü yoxdur. Bəzən olur ki, müstəvinin özünün də yükü olur. Məsələn, müsbət yüklü, mənfi yüklü. Burada demək istəyir ki, yəni müstəvinin heç bir yükü yoxdur. Yüklər sükunətdədir. Eyler Venn diaqramına uyğun bədlər. Baxın uşaqlar, birinci siz burada şübhələnməlisiniz. Müsbətlə müsbət neyinir bir-birini? İtəliyir. Bax, birinci ikincini bu istiqamətdə itəliyir F1 qüvvəsinə. İkinci də birincini bu istiqamətdə F2 qüvvəsinə itəliyir. Bəs bunlar bir-birini itəliyirsə, necə ola bilər sükunətdə qalsın? Axı itələnib biri o tərəfə, biri sağa, biri sola getməlidir. Deməli, uşaqlar, bunları sükunətdə saxlayan sükunət qüvvələri var ki, həmin o qüvvələrin əksinə yönəlir və bərabərdir ki, onlar neyinir? Deməli, hərəkət eləyə bilmir, sükunətdə qalıb. Onda baxırıq. Deməli, bir yükünə təsir edən qüvvə. Birinci yükə təsir edən qüvvə, fikir verin, sola doğru yönəlib. Bu bir. Kulon qüvvəsi sağa yönəlib, ikinci də sağa yönəlib. Sükunət sürtünmə qüvvəsi sağa yönəlib, birinci də sağa yönəlib. Sükunət sürtünmə qüvvəsi sola yönəlib, ikinci də sola yönəlib. Sükunət sürtünmə qüvvəsi kulon qüvvəsinə bərabərdir, hər ikisində bərabərdir ki, bunlar hərəkət eləyə bilməyiblər. Yəni bu sual əslində biraz fərqli görünsə də sadə sual idi. Biraz düşünsəniz tapmaq mümkündür. Bu sualı səhv edəndə artıq təəssüf edirəm. Əvvəlcə biz qarşılıq itirməyə baxmırdıq, iç-içə çevrəyə baxırdıq. İç-içə çevrədə val radiusdan düz asılı olaraq dəyişirdi. Radius harda böyüdürsə, bunlar da orada böyük olmuş olur. Bizə V-yə bax deyir. Bir də omegaya bax deyir. Sonra gəlin V-ni müqayisə eləyək. V2 böyüdür V3-dən. Radiusu çünki böyüdür. Biz dedik sadəcə bunlar R-dən asılıdır. Deməli, omegalar nədir bir-birinə?
Bərabərdir. Daha sonra indi biz nəyə baxırıq? İndi içəridəkinə baxmırıq. Buna. İndi sadəcə olaraq biz buna bu ikisinə qarşılı ötürmə kimi baxırıq. 1-nə 2-yə. Biz demişik qarşılı ötürmədə V-lı velosipedin V-si bir də L-i. Yəni sürəti və uzunluğu, yəni getdiyi yollar bərabər olurdu. Qalan kəmiyyətlər isə radiusdan tərs asılı. Bir dənə radiusdan düz asılı olan deməli perioduydu. Daha sonra baxırıq birinci ilə ikinci üçün. 1 ilə 2-də dedim ki, bizim sürətimiz nə olacaq? Bərabər olacaq. Onda V1 bərabərdir V2-yə. Bu oldu birinci. Aha. Daha sonra baxırıq omegaya. Uşaqlar, omegada necə idi? Biz dedik ki, omega radiusuna tərs asılı, bir dənə radiusuna düz asılı olan Türkiyə Respublikası idi. Onda birincinin radiusu kiçik idisə, omegası daha böyük olmuş olacaq. Onda cavabımız olar omega 1 böyüdür. Omega 2-dən o da bərabərdir 3-ə. 1, 4. 54-cü sual. 54-cü sualda təəssüf olsun ki, uşaqlar hamınız düsturu əslində düz yazmışdınız. Çünki bu təcillə yuxarı doğru hərəkət edirsə, həqiqətən də M vurulsun J plus A-dır düsturumuz. Amma deyir ki, yükün çəkisi P yük. Axı bu necə blokdur? Tərpənəndir. Tərpənən blokda A ip bərabərdir 2 dənə A yükə. Bizə ipin, fikir verin, ipin təcili 4-dür. Onda yükün təcili nə qədər olacaq? 2 olacaq. Bax, buradadır məsələ. 6 vurulsun 10 plus 2. Bu da eləyəcək. Cavabımız 72. 72 Newtona bərabərdir. Yenə də deyirəm, burada önəmli olan bir dənə, orada diqqət yetirmək lazımdır ki, bu tərpənəndir, yoxsa tərpənməzdir. Uşaqlar, ümumiyyətlə, tərpənən və tərpənən bloku, tərpənməz bloku daha doğrusu, əgər qarşıdırsa, yadda saxlayın, üzü aşağı olan, bax, görürsünüz, ipləri aşağıdır. Bu tərpənməzdir. Amma həmişə üzü yuxarı doğru, yəni qolları yuxarı doğru, ipi yuxarı doğru olan tərpənən blokdur. 55-ci sual. Periodu bu qədər olan diffraksiya qəfəsinin üzərində dalğa uzunluğu 0,5 mikrometr olan işıq şüası düşür. Maksimumların ən böyük qiymətini tapın. Deməli, biz deyirdik ki, D sinus fi bərabərdir K lambdaya. Sonra maksimum deyirsə, sinus fi onsuz da 1-ə bərabərdir. Deməli, qəfəs periodun verir. Period D ilə işarə olunur. Bizdə lambdanı verir. Bizdə nə istəyir? Tərtibi hesabladı. Yəni, K-nı istəyir. K da bərabərdir. Bizdə nəyə? D bölünsün lambdaya. 0,1 bölünsün 0,5. İndi millimetrdir. Bu 10 üstü mənfi 3'dür. Bu isə 10 üstü mənfi 6'dır. Gəlin belə eləyək. Onda biz buradan bir dənə 0 ataq bu tərəfə yuxarıda. 0, 1. Bu isə sadəcə 5 qalsın. 10 üstü 3, 10 üstü 6 yuxarı qalxacaq. 10 üstü müsbət 6 eləyəcək. 10 üstü 3'ün mənfi 3'ü gedəcək. Bir dənə 10 üstü 3 qalacaq. Onda bunu da vuranda cavab olacaq 10. 3'dən 0 bu tərəfə gəlir. Böldük 5'ə. Cavabımız elədir 2. 56-cı sual. Bizdə nə istəyir? Cəryan şiddətinin təsir edici qiymətini tap deyir. Təsir edici qiymət nədir? Cəryan şiddətinin təsir edici qiyməti I bərabərdir. I maksimum bölünsün kök 2. Baxaq, uşaqlar, I maksimalı necə taparıq? Bizim I maksimalımızın düsturu var ki, Q maksimal vurulsun omega şəklində, bölünsün burada kökümüz də öz yerində. Q maksimalımız 0,28 vurulsun omeganın yerinə 100 yazıq, bölürük kök 2'ə. Kökün yerinə də birbaşa 1,4 yaza bilərik. Burada 2 sıfırımız getdi. 2 dənə gətiririk bu tərəfə. 2,8'i 1,4'ə biləndə cavabımız qalır 2. 57-ci suala baxırıq. 57-ci sualımızda nə deyir bizə? Sonra fikir verin, Lorentz qüvvəsidir. Lorentz qüvvəsində də amperdə olduğu kimi yenə də əlimizi elə tuturuq ki, B ovcumuza daxil olsun. Yəni ovcumun içini B-yə doğru, üzü B-yə doğru tutmalıyıq.
Elektronda 4 barmaq sürətin əksinə olurdu. 4 barmağım aşağıdır. Onda uşaqlar sol əlinizi tutursunuz. 4 barmaq aşağı doğru olanda özü ovucumuzu da elə tutmalıyıq ki, bu maqnit indeks vektorları ovucumuzun içinə daxil olsun. Onda baş barmağımız şəkildən bizə doğru yönəlir. A. Protonda biz nə edirik? Elə sürət istiqamətində tuturuq. 4 barmağımız yuxarı, ovucumuzun içi yenə də bura baxır. Onda baş barmağımız bizdən şəkil müstəvisinə doğru olur. Neytronda isə ümumiyyətlə qüvvə təsir etməyəcək. Uşaqlar, yenə deyirəm, ən böyük səhviniz bəzən götürüb nə yazırsınız? Yazırsınız, məsələn, biri şəkildən bizə doğru, biri bizdən şəkilə doğru. Götürüb bu solu sağı da əlavə edirsiniz. Axı, bir şey ki, şəkildən bizə doğrudursa, necə təzədən sağa və yaxud da sola ola bilər? Bunun istiqaməti var da, şəkildən bizə doğru. Qutardı, getdi. A, B, C. Gəldik, çatdıq. Deməli, ətraflı yazı tələb olunan tapşırıqlara. İki müstəvi kondensator sxemdə göstərildiyi kimi birləşib. Uşaqlar, bu ardıcıl birləşmədir. Q konstantdır. Bunu əvvəlcə bilək. Daha sonra birinci kondensatorun elektrik yükü, gərginliyi və enerjisi cədvəldə göstərilib. Gəlib bunu burada bir dənə çəkək. S qədər, burada da 3S qədər. Belə. Biz deyirik ki, Q bərabərdir SU-ya. Onda U-nu tapanda bərabərdir Q bölünsün S. Yəni U ilə S necə asılıdır? Tərs asılıdır. Bax, belə eləyək də. Birincinin yükü Q qədər isə ikincinin də yükü Q qədər olacaq. Bu öz yerində. Bunu altından yazdıq. U-suna baxaq. Birinci S-də U qədərdirsə, 3S-də, yəni bu 3 dəfə artanda U nə edəcək? 3 dəfə azalmış olacaq. Olacaq U bölünsün 3. Bəs enerjimiz necə olacaq? Enerjimiz biz yazırıq ki, Q bölünsün 2-dir. Q-müz sabitdir. Enerji U-dan necə asılı olur? Düz asılı olur. Düz asılıdırsa, deməli U 3 dəfə azalıbsa, enerjimiz də 3 dəfə azalmış olacaq. 59-cu sual sadə sual idi. Tək ki, belə suallar düşsün bizdə qəbulda ətraflı yazı tələb olunana. F bərabərdir MA yazırıq. Deməli, kütlə qalır öz yerində. Üzülü sayın, işi istəyir bizdən. Bir dəqiqə. İşi istəyirsə, biz nə edirik? İşin düsturu bu şəkildədir. İş bərabərdir A vurulsun Fs. A bərabərdir F vurulsun S daha doğrusu. F'in yerinə MA yazırıq. S-in də yerinə biz yazmalıyıq əslində V0T plus AT kvadrat bölgü. Sadəcə V0 0 olduğuna görə AT kvadrat bölünsün 2 yaza bilərik. Bu şəkildə. Əgər V-nin T-dən asılı qrafiki versəydi, uşaqların daxta qalan fiqurun sayısını hesablayıb gətirib S-in yerinə yazacaqdınız. M-in yerinə 2 yazdım. A-nın yerinə yenə 2 yazıram. Vurdum. A-nın yerinə 2 yazaram. T-nin yerinə 4 saniyə deyir. Yəni 16 bölünsün 2. Bunlar ixtisar getdi. 2, 2-nin 4. 4-ü də vururuq bura. Neçə eləyəcək? Cavabımız eləyəcək 68. Üzülürsən 64. Daha sonra baxdıq 60-cı suala. Uşaqlar, nazik qabarıq linzadır. Qabarıq linzamız budur. Deməli, xəyalın qurulması üçün hansı şüadan, 3 şüadan istifadə etmək lazımdır? Birincisi, F-i qoyursuz. 2F. Yenə F. Burada da eyni məsafə çalışın olsun. 2F şəkil səliqəli düşsün. Biz demişik 3 dənə şüamız necə olurdu? Birincisi, paralel gələn şüa sınaraq fokusdan keçirdi. Bu şəkildə. İkincisi, məsələn, bu nöqtədən göndərirdi. Baş optik oxdan keçən şüamız birbaşa keçirdi. Bir də üçüncü, F-dən gələn şüa gəlirdi, linzada sınaraq paralel gedirdi. Baxın, bu şəkildə biz şüalardan istifadə edərək A nöqtəsinin xəyalını qurmuş olduq. Tutaq ki, bura olsun A nöqtəsi. Daha sonra uşaqlar, buna əlavə 4-cü qrupda bir neçə fərqli sual var idi. Bir də onlara da baxaq. Səpəci linzanın optik qüvvəsi təbii ki, səpəci linzada -1 bölünsün F olacaq. Qalan suallar burada eynidir. Onları izah etmirik əlavə olaraq. Bir dənə də fərqli sualımız buydu. Biz bilirik ki, ruslar yan-yana, yəni erlər yan-yana olanda toplanırdı. S-lərdə isə bunu deyə bilmirdi. S-lərdə 10 vurulsun 40 bölünsün aşağıda cəmi, yəni 50. İxtisarlarımız getdi. Yuxarıda alındı 8.
Yuxarıdakı 8-dir. Aşağıda da bir dənə nəyimiz var? 12'miz var. 8 plus 12 bunlar toplanacaq. Cevabımız eləyəcək 20 mikrofarad. Daha sonra qalan suallarımız eyni suallardır. Gəldik situasiyaya. Vakuum diodunun voltampir xarakteristikasını öyrənmək üçün şəkildə təsvir edilmiş dövrəni yığdılar. Qaçarı açıq olduqda ampermetr dövrədə cərəyan olmadığını, qapalı olduqda isə cərəyan keçdiyini göstərdi. Gərginliyi 40 volta qədər artdı. Deməli, U 40-a qədər artıb. Cərəyan şiddətimiz isə 32 milliamperə qədər artdı. Gərginliyin sonraki artırılmasında ampermetrin göstərişi isə dəyişmədi. İndi gəlin baxaq. K çayının qapalı olduqda dövrədən cərəyan keçməsinin səbəbi nədir? Uşaqlar, təbii ki, K çayının qapalı olması o deməkdir ki, fikir verin, buradan artıq cərəyan keçir. Cərəyan keçir. Bu cərəyan keçəndə təbii ki, bu tel neyniyəcək? Cərəyan çünki istilik təsiri var. Müəyyən bir Q qədər I kvadrat RT yazırdıq. İstilik təsiri var. Burada temperaturun təsiri ilə, istiliyin təsiri ilə elektronlar başlayacaq qopmağa. Qopan elektronlar anoda doğru hərəkət edir və dövrədən cərəyan keçmiş olur. 89-cu sual. K çayını qapadıqdan sonra katodun temperaturun qərarlaşmış qiymətinin vahid zamanda onu tərk edən elektronların sayını hesablayın. Sonra ümumiyyətlə biz bayaq da gördük ki, deyirdi ki, gərginlik artdı, ampermetr artdı, deyir gərginliyin sonraki artırılmasında ampermetrin göstərişi dəyişmir. Ampermetrin göstərişinin dəyişməməsi o demək ki, ümumiyyətlə voltamper xarakteristikasını burada yada salsaz, biz deyirdik ki, cərəyan şiddəti artırdı, müəyyən bir qiymətə qədər. Buna deyirdik I doyma. Doyma qiyməti nə deməkdir? Çünki buradan qızdırdım bunu. Elektronlar qopdu. Axı burada sonsuz qədər elektron yoxdur. Müəyyən qədər qopdu, getdi. Artıq bir nöqtədən sonra elektronlar qutaracaq. Elektron qutardısa biz deyirik cərəyan doyub. Doyma cərəyan şiddəti. I doymanın düsturu da ümumiyyətlə cərəyanın düsturu Q bölünsün T'dir. Q'nun yerinə N'ye bölünsün T şəklində yaza bilərik. Onda tərk edən elektronların sayını hesablayanda N'ni tapırıq. N bərabərdir I vurulsun T bölünsün elektron şəklində yazırıq. Deməli, qiyməti hesablasaq, cərəyan şiddətini bizə verib ki, 32 milli. 32 vurulsun 10 üstü mənfi 3. Bizə deyir ki, vahid zamanda, yəni zamanımız 1'dir. Elektronun da qiyməti 1,6 vurulsun 10 üstü mənfi 19'dur. Uşaqlar 10 üstü mənfi 19 yuxarı qalxır. 10 üstü mənfi 3 ilə deməli ixtisarlarımız gedir. Cavabımız olacaq. Deməli 1,6 ilə buradan bir dənə geçsin mənfi 20 olsun. O da olacaq 2 vurulsun 10 üstü 17 şəklində. Daha sonra 90-cı sualda bu şərtlərə görə voltamper xarakteristikasını qurun, bayaq qurmuşduq əslində. I-nin U-dan asılığı, voltamper xarakteristikası cərəyan şiddətinin gərginliyindən asılığı deməkdir. Doyma qiyməti nə qədərdir? Doyma qiyməti 32 millidir burada, millində yazırsınız. Yaxşı, gərginliyi nə qədər oldu qiyməti? Gərginliyin qiyməti də neçəyə qədər artmışdı? 40-a qədər artmışdı.